Salam. Bugünkü dərsimiz 8-ci sinifdən mövzumuz olacaqdır 2.1 bitki toxumaları. Əvvəlki toxumalar haqqında məlumat vermişdim. Bu günləri dərsimiz mexaniki toxumadan başlayacaqdır. Bildiyiniz kimi mexaniki toxuma dayaq rolunu oynayır. Bitki hissələrinin öz strukturlarını saxlamasına, xarici təsirlərə qarşı davamlı olmasına köməklik göstərir. Bu toxumanın əmələ gətirdiyi liflər gövdənin oduncaq və qabıq hissəsində, yarpaqlarda və çiçək saplağında olur. Ötürücü toxuma haqqında, ötürücü toxuma adətən ksilem və floem borları aiddir. Bunlar ötürücü toxuma növləri hesab olunur. Ksilem borları, bax bu təsvirdə gördüyümüz kimi bu yaşıl rəngdə verilənlərdir. Ksilem borları, ona oduncaq borları da deyilir ki, onlar adətən oduncaqda yerləşmiş olur. Qalın qılaflı ölü hüceyrələrdir. Bir-birinə keçən istiqamətdə qılafları dağılıbdır. Bu adətən funksiyası kök vasitəsilə udulmuş su və suda həll olmuş mineral maddələrin kökdən gövdəyə, gövdədən isə yarpaqlara çatdırılmasını təmin edir. Bildiyimiz kimi kambi hüceyrələri törədici toxumaya aiddir. Onlar mərkəzə tərəf ksilem borlarını, qabığa tərəf isə floem borlarını əmələ gətirir. Ksilem borlarından fərqli olaraq floem borları canlı hüceyrələrdir. Bir-birinə keçən istiqamətdə məsamələr mövcuddur ki, onlar vasitəsilə üzvü maddələrin daşınması həyata keçirilir. Daşınma iki tərəflidir. Gördüyünüz kimi oxların istiqamətinə baxsaq, bir-birinə əks iki istiqamətdə verilibdir. Üzü yuxarı ox istiqaməti köklər tərəfindən əmələ gəlmiş üzvü turşuların, amin turşuların yarpaqlara çatdırılmasını təmin eləyir. Aşağıya doğru istiqamətlənmiş oxlar isə yarpaqlarda əmələ gələn üzvü maddələrin kökə, gövdəyə və digər hüceyrələrə çatdırılma, orqanın hüceyrələrinə çatdırılmasına şərait yaratmış olur. Yəni, nəql edici funksiyanı yerinə yetirir. Burada gövdənin en kəsiyi verilibdir. Bu nazik göy rəngli xəttlər kambini, sarı rəngli qabığa tərəf floem borlarını, mərkəzə tərəf yaşıl rəngdə görsənənlər isə ksilem borlarını göstərir. Öyrəndiklərinizi tətbiq edin. Şəkildə çirəpəli bitki orqanlarının daxili quruluşu təsvir olunmuşdur. Rəqəmlərlə verilmiş toxumaları müəyyən edin. Burada həm kök, həm yarpaq, həm də gövdənin en kəsikləri verilibdir, mikroskopik quruluş verilibdir. Əgər biz kökə baxsaq, kökün uc hissəsinin kök üssü ilə örtüldüyünü görürük. Kök üssü adətən ehtiyat, yəni əsas toxuma, parenxim toxumasından təşkil olunub. Burada o kökün törədici zonası olan ucunda yerləşən bölünmə zonasının hüceyrələrini müdafiə eləmiş olur, qoruyur onları. Burada rəqəmlərlə ifadə olunanlara baxsaq, burada artıq ötürücü zonanın en kəsiyinə keçirik və burada artıq hüceyrələrin elə bil ki, ixtisaslaşması yerinə yetirilib. Burada deməli, bölünmə zonasında olan törədici toxuma hüceyrələri böyümə zonasına keçdikcə hüceyrələr öz işləri ilə, yəni funksiyaları ilə əlaqədar olaraq diferensiyasiya edərək ixtisaslaşma baş veribdir. Odur ki, bax, 1 ilə ifadə olunan oduncaq, 2 ilə ifadə olunan özək, 3 ilə ifadə olunan örtük toxumasıdır. Bildiyiniz kimi, əgər biz oduncaq deyiriksə, burada həm oduncaq liflərinə, həm ksilem borlarına rast gəlmək mümkündür. Yəni, burada həm olacaqdır ötürücü toxuma, həm olacaqdır mexaniki toxuma, həm törədici toxuma, həm də deməli 3 ilə ifadə olunan örtük toxumasıdır dedik. 4 ilə ifadə olunan isə törədici toxuma kambi hesab olunur. Buna oxşar gövdənin en kəsiyinin hüceyrələrinə baxsaq, yenə mərkəzdə özək, sonra oduncaq, sonra burada qabıq hüceyrələrinin görmüş oluruq. Bunlar da kökün deməli ötürücü zonasında olan hüceyrələrin funksiyaları ilə oxşardır və həmin toxumalara burada da rast gəlmək mümkündür. Belə ki, özək ehtiyat parenxim rolunu oynayır.
oduncaqda illik halqaların əmələ gəlməsində iştirak edən kambi hüceyrələridir. Kambi hüceyrələri mərkəzə tərəf dedik ki, oduncaq hüceyrələrini əmələ gətirir ki, oduncaq hüceyrələrində həm liflərə, mexaniki toxumaya, həm də ötürücü toxuma olan ksilen borlarına rast gəlmək mümkündür. Və gördüyünüz kimi burada yay oduncağı və yaz oduncağı ayrı-ayrı göstərilibdir ki, yazda iri hüceyrələr olur, iri borucuqlar olur. Yaya getdiksən isə həmin hüceyrələr kiçilmiş olur. Odur ki, onların arasında sərhəd yaranaraq deməli oduncağa malik olan gövdənin illik halqalarını əmələ gətirir ki, bunları da saymaqla onların yaşını müəyyən etmək mümkündür. Yarpağa gəlincə, yarpağın üstündə örtük toxuması, bax 7 kutikuladır, 8 dərici hüceyrələrdir, 9-10 isə fotosintez edici parenxima, yəni əsas toxumaya aiddir. Sonra 11-12 bunlar ötürücü damar dəstidir. Burada həm ksilem, həm də floem borlarına rast gəlinir. 13 isə alt dərici hüceyrələrdir ki, bunlar örtük toxumaya aiddir. Və buradan belə nəticəyə gəlirik ki, bitkinin orqanları hamısı həm törədici, həm də daimi toxumalardan təşkil olunmuşdur. Bitki orqanlarının quruluşundakı oxşar və fərqli cəhətlər hansılardır? Qeyd elədik ki, bunların hamısında həm daimi toxumaya, həm də törədici toxumaya rast gəlmək mümkündür. Törədici toxuma daimi toxumalara başlanğıc vermişdir. Bu, onların hamısı üçün ümumi əlaməti hesab oluna bilər. Fərqli cəhətlər isə onların funksiyaları ilə əlaqədar olaraq, məsələn, biz qeyd eləyə bilərik ki, yarpağın fotosintez edici toxumaları, demək, xloroplast orqanoidi ilə zəngindir, funksiyası ilə əlaqədar olaraq fotosintezi yerinə yetirir, amma kök haqqında bunu deyə bilmirik. Burada isə sorucu zonada olan əmci tellər bir hüceyrənin, yəni örtük dərici hüceyrələrinin çıxıntılarıdır ki, bunlar torpaqdan su və suda həll olmuş mineral maddələrin udulmasını təmin etmiş olur. Deməli, bu funksiya ilə əlaqədar olaraq onların quruluşunda fərqli cəhətlərin üzə çıxmasını göstərir. Sizcə bitkilərin orqanlarında ötürücü toxumanın yerləşdiyi yerlər eynidirmi? Nə üçün? Biz qeyd elədik ki, hüceyrələrin daim törədici toxumadan əmələ gələn hüceyrələrin arasında vəzifə bölgüsünün getməsi, yəni onların diferensiasiya etməsi öz funksiyaları ilə əlaqədar olaraq bu artıq böyümə zonasında başlamış olur və bildiyiniz kimi burada da ötürücü zonada kambi qatını ayrıca görmək olur. Kambi qatından mərkəzə tərəf ksilen borları, xaricə tərəf isə floem borları əmələ gəlir ki, bu həmin istiqamət gövdədə də öz yerlərini saxlayır. Yarpaqlarda isə bunlar borlu lifli damar dəstində yerləşmiş olurlar. Öyrəndiklərinizi tətbiq edin. Burada soruşulur birincidə ki, bitki orqanları arasında maddələr necə daşınır? Dedik ki, ksilen və floem borları vasitəsilə daşınır. Sonra soruşulur burada ağacların gövdələrinin enkəsində bir-biri ilə bağlı çoxlu sayda halqalar olur ki, bu halqaların bitkilərin yaşı ilə əlaqəsi varmı? Fikrinizi əsaslandırın. Mən bax bu illik halqa burada gördüyünüz kimi 3 ədəddir. Bu onun 3 yaşının olmasını işarə edir. Bu da hər il bir kambi qatı, bir bütövlükdə qat əmələ gətirir ki, o da illik halqa hesab olunur. Və beləliklə o illik halqalarının vasitəsilə yaşı müəyyən etmək mümkündür. Üçüncüdə, ağaclıq hüceyrələrinin hansı quruluş xüsusiyyətləri onlarda öz funksiyalarını yerinə yetirməyə imkan verir? Biz keçən dəfə ağaclıq hüceyrələrin quruluşunu deyəndə qeyd elədik ki, 2 paxlavarı deməli, qapayıcı hüceyrələrdir. Onların arasında ağaclıq yarığı var və ağaclığın açılıb bağlanması isə hüceyrənin daxilində və xaricində olan su potensiallar fərqinin olması ilə əlaqədar olaraq turqor vəziyyətinin dəyişilməsi, turqor təzyiqinin dəyişilməsi ilə əlaqədardır.
yəni ağızcıq hüceyrələrində baş verən plazmoliz və diplazmoliz ağızcıq yarığının açılıb qapanmasına şərait yaratmış olur. Dördüncüdə soruşulur, sizcə parenximi bitki orqanizmin əsas toxuması edən hansı xüsusiyyətdir? Onu qeyd eləyək ki, həm orqanların hüceyrələrin arasında olan boşluqları doldurur, həm ehtiyat qida maddə toplayır, bitkinin ehtiyat qidasını təmin eləyir, həm də ən əsası da deyək ki, bitkilərin avtotrof qidalanmasını təmin edən fotosintez prosesindən həyata keçirilməsi yarpaqlarda olan fotosintez edici parenxim hüceyrələri vasitəsilə olur ki, ona görə də bu parenxima əsas toxuma hesab olunur. Bu qədər. Sağ olun.